The White House. The first President of the United States, George Washington, lived in 3 houses in New York City and in Philadelphia. President Washington hired people to plan a new city and build a house for the presidents. George Washington never lived in the White House, the official home of the presidents of the United States. Its construction began in 1792 and was ready only for the second president, John Adams. He moved into a cold, damp White House in November 1800. Because the White House was not yet complete, they suffered many inconveniences. Thomas Jefferson, the third president, improved the comfort of the White House by adding new architectural features, such as terraces on the east and west ends. He also ordered wallpaper and furniture from France. When British forces burnt the White House on August 24, 1814, President Madison was forced to leave it. Madison's wife, Dolly, could only save the famous portrait of George Washington. It wasn't until 1817 that then President James Monroe was able to live in the rebuilt residence. The house was repainted white to cover the smoke marks. Since then, the White House has been occupied by each U.S. president. Salam, hər vaxtınız xeyir. Mən Stimul Tədris Mərkəzinin İngilis dili müəllimi İbrahimova Şəbnəm. Bu gün sizlərlə may ayında kursumuzda keçirilmiş son sınağın İngilis dili suallarının izahlarına baxacağıq. Beləliklə başlayaq. İlk 5 sualımız bildiyimiz kimi listening suallarıdır. Listening mətnini səsin əvvəlində dinlədik. Ona görə birbaşa suallardan başlayırıq. Birinci sualda parçaya uyğun olan, mətnə uyğun olan düzgün ifadəni istəyir bizdən. Birinci sualın düzgün cavabı B variantıdır. Yəni 1817-ci ildən bəri Ağ Ev hər bir Amerika prezidenti tərəfindən tutuldu, işğal oldu. Bunu səsin sonlarına doğru deyirdi. Ona görə də düzgün cavabımız elə B variantıdır. İkincidə verilən hissəyə uyğun cavab verin. Yəni suala uyğun cavabı vermək lazımdır. Who lived in the White House first? Yəni White House-da, Ağ Evdə ilk kim yaşamışdı? İlk prezident George Washington olmasına baxmayaraq, mətndə də deyildiyi kimi ilk yaşayan John Adams idi. Ona görə də 2-nin cavabı B variantıdır. Bunları silib davam eləməliyik. Üçüncü sualda bizdən istəyir ki, parça aşağıdakı sualların hansına cavab verir? 3-ün cavabı E olacaq. Çünki mətndə E variantına baxsaq, sürü sayın. E variantına baxsaq, who made the White House a comfortable place to live? Yəni kim Ağ Evi yaşamaq üçün rahat bir yer halına gətirdi, çıxartdı? O da Thomas Jefferson idi. Yəni buna cavab Thomas Jefferson'dır. Onu inkişaf elətdirdi, arxitekturasını, memarlığını düzəltdi. 4-ün cavabı isə 4-ə baxsaq, the White House was repainted white because Ağ Ev yenidən ağ rəngə boyandı. Çünki bunun da cavabı C variantıdır. Smoke marks would have been visible otherwise. Əks təqdirdə tüstü izləri, smoke tüstüdür, tüstü izləri görünə bilərdi. Ona görə də ağ rəngə boyandı ki, görünməsin. 5-ə baxsaq, it's clear the passage that mətndən aydın olur ki, bayaq 3-cü sualda dediyimiz kimi, kim ki Ağ Evi yenidən düzəltmişdi onun memarlığını, Thomas Jefferson. Eyni ilə baxın, burada da A variantında həmin cümlədir. Thomas Jefferson changed the architectural structure of the building. Binanın memarlığını dəyişmişdi, yəni yaxşı yöndə. Orada improve deyilir, yaxşı yöndə dəyişmişdi. Beləliklə cavab A variantıdır.
True false suallarına 6.1'e baxsaq, e, burada deyilir ki, problemlərin həllini tapmağa çalışmaq biznesdə uğurun açarıdır. İndi baxaq, həqiqətən də burada görərik ki, baxsaq, bu cümlə düz olacaq. Çünki mətndə də elə bu hissədə bu hissədə qeyd olunub. Success-lə başlayan hissədəki var. Burada qeyd olunub ki, problemlərin həllini tapmaq biznesdə uğurun açarıdır. Ona görə 6.1 true. 6.2-də isə only yazılıb. Biz dərslərimizdə qeyd eləmişdik ki, adətən only yazılırsa, yalnızsa, məhdudlaşdırıcı söz varsa, o zaman böyük ehtimal false-dur. Amma yenə də ona baxmamaq, yəni sadəcə onu götürüb, onu görən kimi false götürməmək lazımdır. Yenə cümlədə baxmaq lazımdır. Sadəcə deyir ki, yalnız German Greeks 23 yaşında olanda uğur qazanmaq məqsədi ilə fəaliyyətə başladı. Amma mətndə yalnız onun adı qeyd olunmamışdı da, bir neçə milyonçunun da adı qeyd olunmuşdu. Ona görə də tək o olmadığı üçün bunu false götürürük. 6.3-də deyilir ki, bu insanların heç birinin biznesə başlayarkən məqsədləri milyonçu olmaq deyildi. Heç biri. Bax, burada yazılıb. But none of them started out with the goal of becoming a millionaire. Başlayarkən heç birinin məqsədi milyonçu olmaq deyildi. They were determined to make their vision a reality. Yəni onlar vizyonlarını reallığa çevirməkdə qərarlı idilər, qətiyyətli idilər. Məqsədləri milyonçu olmaq deyildi. None of them düzdür. Yəni bu true. The young millionaire's main purpose was to find ways of becoming millionaires. Yəni onların əsas məqsədi, burada deyir ki, gənc milyonçuların əsas məqsədi milyonçu olmağın yollarını axtarmaq idi. Xeyr. Çünki burada da qeyd elədi, o deyildi, məqsədləri, vizyonlarını artırmaq idi. Buna görə də 6.4 üzr istəyirəm, false olaraq qeyd olunacaq. 7-ci sualına baxsaq, it's clear from the passage that the young millionaires, burada cavab variantı olacaq, are self-confident and hardworking. Özgüvənli və çalışqandılar. 8-lə bir yerdə baxarıq cavabına. Deməli, 8-də isə adətən except olan suallarda, adətən yox həmişə, səhvi olan istəyir. Yəni 5 variantdan 4-ü düzdür, except istisna olan. Yəni bundan başqa hamısı düzdür. Biz səhv olanı seçəcəyik burada. Yuxarıda da qeyd etdiyimiz kimi bunların məqsədi milyoner olmaq deyildi də. Ona görə səhv olan da elə A variantıdır. Looking for ways to be a millionaire. Yəni milyoner olmağın yollarını axtarırlar. Xeyr. Digər 4 dənəyə baxsaq, görərik ki, əslində hamısı var, amma sadəcə A variantı olan yoxdur. Bayaq dediyim self-confident and hardworking də buradadır. These people are self-confident and hardworking to persuade other people. Yəni onlar özgüvənli və çalışqan idilər digər insanların yaxşı ideyalarını izləmək yolunda. Davam edirik. 9-cu sualdan davam edirik. 9-cu sualda mətndəki hadisələri uyğun ardıcıllıqla düzmək lazımdır. Çox vaxtımız getməsin deyə mən sadəcə A olaraq qeyd edirəm. Düzgün cavab 2, 4, 1, 3 olaraq qeyd olunacaq. 10-cu sualda isə hansının ki cavabı var mətndə, o sualları götürürük. Birə baxsaq, how many people did these young millionaires give financial aid to? Neçə nəfərə bu insanlar kömək eləyib? Yəni, neçə nəfər deyirsə, how many people? Konkret rəqəm olmalıdır da, yəni sayıları olmalıdır. Elə bir şey yoxdur deyə biz bunu götürmürük, yəni. Çünki adətən how many, how much çaşdırmaq üçün qoyurlar ki, rəqəmlər, bəzən başqa rəqəmlər olur, insanlar onu say kimi götürür, amma o rəqəmlərin əslində konkret cavabı o deyil, yəni. Burada how many people soruşur, elə bir cavab yoxdur, ona görə onu götürmürük. 2-yə baxsaq,
Yəni bir insanı, gənc bir insanı milyoner eləmək üçün nə lazımdır kimi tərcümə eləyə bilərik bunu. Orada da yuxarıda qeyd olunmuş ki, çalışqanlıq, özgüvən, vizyonun olmağı və s. Deməli, içini götürə bilərik. İki var. Üçə baxsaq, gənc milyonçular hansı problemlərin həllini tapırlar? Hansı problem deyirsə, konkret problemləri saymalıydı yuxarıda. Amma mətndə elə bir şey yoxdur. Ona görə 3 deyil. 4-ə baxsaq, onların ümumi xüsusiyyətləri, common characteristics. Ümumi xüsusiyyətləri nələrdir? Yenə də qeyd edirəm, vizyonun olmağı, çalışqan və özgüvənli olmaları. Deməli 4 də var. 2, 4 və sonuncu 5, 5-ə baxaq. E, Bu gənclərin əsas məqsədi milyoner olmaq idimi kimi bir sual var. Bəli, yuxarıda qeyd olunmuşdu buna cavab. Xeyr, yəni bunlardan deyir heç biri none of them olaraq qeyd olunmuşdu. Yəni heç birinin məqsədi ilkin olaraq milyoner olmaq deyildi, milyonçu olmaq deyildi. Ona görə buna cavab var deyə 5-i də götürürük. Düzgün cavabımız 2, 4, 5. Davam eləyirik ikinci mətndən. 11.1-də yenə ardıcıl 4 dənə true false sualıdır bildiyimiz kimi. 11.1-də e, ilk sual. Deməli, indi əvvəlkinin 56 mükafat daha çoxdur. Bunu true olaraq götürürük. Özünüz hesablaya bilərsiniz. 11.2-də rap wasn't included as a genre for Grammy Award for 1989. Yəni 1989-cu ilə qədər rap Grammy mükafatlarına daxil edilməmişdi. Həqiqətən də bu düzdür. Çünki 1989-cu ildən sonra artıq daxil edilmiş oldu. Yuxarıda qeyd olunub, birazdan göstərəcəm. Sonra 11.3-də isə Narasın 5 üzvü tərəfindən seçilir laureatlar. Xeyr, bu səhvdir. Onlar sadəcə 5 nominant seçirlər. Yəni 5 üzv seçirlər nümayəndə kimi. Onlar özləri 5 nəfərdən ibarət deyildi. Ona görə səhvdir. 11.4-də isə cinsiyyət əsaslı kateqoriya increase artırıldı kimi götürülür. Yəni əlavə olundu kimi, əksinə çıxarılmışdı. Ona görə false. İndi baxaq. Burada gördüyümüz kimi rap haqqında burada qeyd olunub. 1989-da, yəni ondan sonra başladı əlavə olunmağa. Sonra sonra bu gender-based categories were eliminated. Burada eliminated yazılıb, increase-in antonimidir. Yəni çıxarılmışdı kimi göstərilib. 5 nümayəndədə burada select 5 nominees for each award kimi. Yəni 5 nominant seçilib, 5 üzv seçmir. Bütün cavablar əslində 2 və 3-cü abzasda qeyd olunub. Davam edirik. Sualla davam edirik. Cümlənin yarısını tamamlamaq. Təkcə akademiya üzvləri deyil, həm də səs yazma şirkətləri. Burada A variantı olacaq. Decide whether the participant are qualified or not. Yəni, namizədlər, daha doğrusu iştirakçılar, namizədlər buna uyğundurlarmı, yoxsa yox? Yəni, ona qərar verirlər. Təkcə akademiya üzvləri deyil də, həm də səs yazma şirkətləri. Bu da mətndə entire-sindən başlayan bu hissədə, ikinci abzasın əvvəlində bu qeyd olunmuşdu. 13-cü sualda isə, belə eləyək, A variantına düşsün. 13-cü sualda isə what does the Grammy Award look like? Yəni, nəyə oxşuyurdu? Görünüşü necə idi? Necə görünürdü? Həmin o mükafat onu soruşur. It's in the shape of an old musical instrument. Yəni, musiqi, köhnə bir musiqi alətinə bənzəyirdi. Yuxarıda da qramofon qeyd olunmuşdu. Qramofona bənzəyirdi. Yəni, qramofon da bir musiqi alətidir. Ona görə 13-də A variantı olacaq.
Davam eləyirik. 14-cü sualla davam eləyirik. 14-cü sualda release feilinin mənasını istəyir mətndə. Bu da C variantı olacaq. To allow something to be shown in public or to be available for use. Yəni bir şeyin ictimaiyyətdə nümayiş etdirilməsinə və istifadəsinə, yəni istifadəyə yararlı olmasına icazə vermək kimi nəzərdə tutulub. 14C. 15-də cavabı olan sualları istəyirik. Bunun düzgün cavabı 3 və 4 olacaq. 3-də deyir ki, nə hədiyyə verilmişdi namizədlərə? Orada qızıl qramofon idi ilk abzasda yazılıb. 4-də isə nə qədər illik, nə qədər nominant var? O da 25 idi. Elə ikisinin də cavabı ilk abzasdaydı. Qızıl qramofon buradadır. Baxın, the honor is received və 25 sahədə burada qeyd olunub. Yəni ikisinin də cavabı var. 15-in cavabı 3 və 4. Bunları silib davam eləyək. Artıq gəldik qrammatika suallarına. Qrammatika suallarından davam eləyirik. 16-cı sualda görürük ki, last var. Və lastı görən kimi biz bilməliyik ki, artıq burada keçmiş sadə zamandan danışmalıyıq. Amma söhbət filmdən gedir və film özü-özünü göstərə bilməz, nümayiş etdirə bilməz. Ona görə məhsul növdə olmalıdır. Həm məhsul növ, həm də keçmiş sadə zaman 16-da D variantında var. Ona görə D variantı düzgündür. 17-ci sualda düzgün sual cümləsinin qurulmasını bizdən istəyir. Ümumiyyətlə biz keçmişdik ki, why ilə for işlənə bilməz. Yəni cümlə why ilə başlayıb for ilə bitə bilməz. Amma what ilə başlayıb for ilə bitə bilər. Bu halda da düzgün sual quruluşu olmalıdır. Sual əvəzliyi, köməkçi feil, şəxs. Amma məsələn, D variantı da has ola bilməz keçmiş zamanda, elə have olaraq da qalmalıdır. What did Sally have to apologize for? Yəni, nə üçün üzr istəməlidir? Üzr istədi daha doğrusu. Üzr istəməli oldu. Had to-nun keçmişi didlə olmalıdır və have keçilməlidir də. Yəni, bu modal feilinin sual quruluşu bu formadadır. Hadn't, hasn't falan ola bilməz və yaxud da had, have əvvələ keçə bilməz. Düzgün cavab 17-də E variantıdır. Davam eləyirik. Gəldik 18-ci sualda dialoq qurmağa. 18-ci sualda isə düzgün cavabımız C variantı olacaq. Aha. Hı -hı. 3, 6, 4, 2, 1, 5 olaraq qeyd olunur. 19-da səhv olan antonim cütlüyünü istəyir bizdən. Antonim isə təbii ki, əks əlaqə olmalıdır. Amma B variantında görürük ki, gather, increase ikisi də toplamaq, yığmaq, artırmaq mənasını verir. Yəni, əslində bunlar sinonimdir, antonim deyil. Bizə də səhv antonim lazım olduğu üçün 19-da B variantını götürürük. Digərlərinin hamısına baxsaq, bir-birinin əks mənası olduğunu görərik. 20-ci sualda isə düzgün variantı istəyir bizdən. Birinci, belə tipli cümlələrdə xəbərə baxmalıyıq. Xəbər təkdədirsə, təklə işlənən əvəzliləri seçirik. Every, of işlənə bilməz. Ona görə 5-i avtomatik çıxırıq. 5-nə olan cavablar da getdi. Tək olan none of ola bilər. Neither of ola bilər və each of ola bilər. Most of da ola bilər, amma o zaman xəbəri cəmdə olmalıydı. Çünki competitors, yarışçılar, yarışmaçılar insandır və cəmlənə bilir. Ona görə xəbəri were olmalıydı. 2 olan da getdi. Qalır 1, 2, üzr istəyirəm, 1, 3, 4. Yəni düzgün cavab A variantı. Beləliklə suallarımız bitdi. Sonda da essay nümunələrini görürsünüz. Kim ki yazmışdı, müvafiq olaraq qiymətləndirildi. Dinlədiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun.